Bu günləri sizə kartoşka lüləsin hazırlanmağını göstərəcəm. Qalanski pendirlə kartoşkamızı qoyuruq qaynamağa. Quyruğumuzu doğranıb, soğanımız hazır. Vururuq bunları şişə, atırıq manqala. Bu getdi qızarmağa. Quyruğumuz qızarır. Kartoşkamız qaynayır. Sarı kekimizi vururuq. Qardaş, hazırdır kartoşkamız. Onu bir dənə süzürük. Qara istot. Quyruğumuzu həmən o qızartdığımız quyruğu manqalda vururuq bunun içinə. Duzumuzu. Aparırıq maşınımıza çəkməyə. Bunları çəkirik maşından. Bir dənə yumurtanın sarısı abizatelinədir. İçinə qalanski pendirimizi turkadan keçirdirik. Vururuq bunları şişə, qardaş, 200 qram. Vururuq şişə. Qəşəng. Atırıq manqala. Kartoşka lüləmiz qızarır. Qəşəng. Hazırdır. Siz də bişirin. Çox gözəl çıxır, çox dadlıdır. Pendirlə kartoşka necə dadlı olar, onu dəqiq yəqin bilirsiniz. Hazırdır, bəli, peçatdır.